neçə gündür ki, Azərbaycanda hər yerdə Novruz bayramı qeyd olunur. Lakin Qazax rayonunun Yuxarı Sahlı kəndində bu bayram xüsusi qeyd olunur. Belə ki, bu kənddə bir çox xüsusi adət-ənənə mövcuddur. Novruz gecəsi qapılar açıq qalır və qonaqların üzünə açıq olur. Stollar açılır, qonaqlıqlar təşkil edilir. Eyni zamanda hər qapının başında ocaqlar qalanır və əsl bayram av-havası yaşanır. Bundan başqa gənclər, cavanlar müxtəlif paltarlar geyinərək insanları əyləndirirlər, sevindirirlər. Qeyd edim ki, bu adət-ənənə yalnız Qazax rayonunun Yuxarı Sahlı kəndinə məxsusdur. Bayram axşamı hər evin qarşısında ocaqlar qalınır və insanlar öz yaxınlarını ziyarət etmək üçün çölə çıxırlar. Bu kənddə gənclər adət-ənənəyə görə qəribə və müxtəlif paltarlar geyinərək hər kəsi əyləndirirlər. Evlərdən nəğmələr eşidilir, necə deyərlər, bayram abu-havası yaşanır. Alovu zadı. Gecədən səhərə qədər hər kəsin qapısı açıq olur. Əli Həmzəyev, RTV xəbər.